Bismillahirrahmanirrahim. Yol 1, Gücü Rəhman, Rəhim, Qafir Səttar. Hoca Əhməd Yəsəvi Türkistanın pirindən başlayıb, bütün hörmətli, ziyalı dinləyicilərə, özəlliklə oturum başqanına salam deyirəm. Türklər İslam dünyasının ayrılmayan bir hissəsidirlər. Türklə İslam ətlə dırnaq kimindir. Türklərin birləşməsi İslam dünyasının birləşməsinə bir ön girişdir. Axı birlik zəfərdir, qələbə çalmaqdır. Ayrılıq yenilməkdir, uduzmaqdır. Mevlana demişkən, hər iş görürsən gör, ayrılıqdan danışma. Məzlumların arxalanması, ədalət ilə törəb bütün aləmdə yayılması birinci Türk dünyasının birləşməsindən asılıdır. Sonradan İslam aləminin birləşməsi gərəklidir. Belə birlikdə Qarabağ zəfəri qazanıldı. Türklər böyük təməddünlər qurublar, mədəniyyətə çoxlu faydalar çatdırıblar. Türklər İslamla tanış olarkən, iman nurundan dadarkən, ona zəngin şəxsiyyətlər bəxş ediblər. O cümlədən Əbu Nəsr Farabi, İbn Sina, Əbu Reyhan Biruni, Xas-ı Hacib, Xacə Əhməd Yəsəvi, Məhmud Kaşqəri, Xarəzmi, Zəməxşəri, Şeyx Şəhabəddin Sohraverdi, Xətib Təbrizi, Xacə Əhməd Fəqih, Şəms Təbrizi, Mevlana Cəlaluddin, Yunus Emrə, Vəli Bəqtaş, Şeyx Məhmud Şəbistəri, İmaduddin Nəsimi, Əmirəli Şir Nəvai, Abdülqadir Mərağı, Fuzuli, Memar Sənan, Əli Quşçu, Hidəcli Həkim və daha çoxları ki, adaparmaq olar. Türklərin tarixini insafla oxursaq, türklər ortaq qavramlar əsasında ürəkdən, kürəkdən İslamı qarşılayıblar. Bunlar Seyful İslam adını daşıyıblar. İslamın çırpınan ürəyi kəskin qılıncı olublar. Dünyanın dörd bir yanında onu irəli sürüblər. Bayrağını yüksəldiriblər. Məscidlər qurublar, camilər tikiblər, mənarələr qaldırıblar. Mevlana demişkən, mən mənarə por konəm afaqra, kur gərdanəm, do çəşmə aqra. Gələcək nazlım ufuqlərdən səsin, edərəm kör çəkməyənlər gözlərin. Amma təəssüflə, türklərin İslamlığa, İslamçılığa çəkdiyi çətinliklər, zəhmətlər əmd olaraq bir böyük, qorxumcul, qondarma, şubiyə adlanan axım tarix boyu üstünü örtübdür. Bunlar bir sıra qondarma alimləri türklərin tarixində olan mənbələrdən, qaynaqlardan göz örtülüblər. Amma günəşin üzünü çamırlamaqla örtmək olarmı? Mevlana demişkən, kəhki başəd, kube puşəd ruy ab, tinke başəd, kube puşəd aftab. Nəçidir dərya balığı örtsün saman, günəşi hardan edər palçıq yalan. Mən İslamlıq və türklük bəhslərində Instagramda yayılan səhifəmdə 100 mindən çox izləyiciləri olaraq birinci dəfə demişəm, Türklər Maidə surəsində, Qur'anın həmən son surəsində, son sözlərində 54-cü ayədə muştuluq verilən bir millətdirlər. Ya eyyuhəl-ləzinə amənu, ey iman gətirənlər, mən yərtəddə minkum əndini, sizlərdən kimsə dindən çönsə, çönsün, dönsün, heç bir hadisə üz verməyəcək. Allaha zərəri yoxdur. Siz də sıxılmayın, darıxmayın. Fəsavfə yətəllahu biqavmin yuhibbuhum və yuhibbunəh. Niyə ki, gələcəkdə Tanrı bir qovmi gətirəcəkdir. O qovmi ki, siz tanımırsınız. Onları Allah çox sevir. Onlar da Allahı çox sevirlər. Əzəllətən ələl-müminin. Onlar müminlərin qabağında çox alçaqgöyül, boyun əyən, baş aşağıdırlar. Əizzətən ələl-kafirin. Kafirlərin qabağında çox güclü, böyük sınmayandılar. Yücahidunə fi səbilillah, Allah yolunda cihad edən və la yəxafunə ləvmətə laim və şəmatət edənlərdən qorxmurlar.
tiskinmələri, çəkinmələri yoxdur. Zalikə fəzlullah, bu Allahın fəzlidir, vericisidir. Yutihi mən yeşar, kimsəyə istər, bağışlayar. Vəllahu vasiun əlim, Allah da əlbəttə vüsət verən, işləri genişləndirən və biləndir. O, sizin dininizi o qovmun əli ilə vüsət verəcək, bütün aləmdə yayıb genişləndirəcəkdir. Amma təəssüflə, biz çağdaş zəmanədə gücsüzləndik, geri qaldıq. Batının yeni fəlsəfəsi Hristiyan xaçlı düşüncəni milliləşdirdi. Onlar o fəlsəfəyə dayanaraq, özgə ölkələrin bütün sərvətlərini talayaraq, sömürərək, Türk İslam aləminə təfrəqə salaraq bir böyük gücə malik oldular. 4 böyük türkü İslami əmperiyanı, Babilləri, Şeybaniləri, Osmaniləri, Səfəvi, Qacariləri yıxdılar. Amma bir nəhrə su gəlsə də ümid bir də gələcəkdir. Biz öz kimliyimizi, milli fəlsəfəmizi, milli hikmətimizi, milli irfanımızı, milli İslamımızı yenidən tanımalıyıq. Dil ilə din bizim ayrılmayan kimliyimizdir. Bunları bir-birindən qarşılaşdırmaq masonik bir düşüncədir. Türklər İslamdan bir şəriət alıbsalar da onu törə ilə yumuşadıblar. Amma tarix boyu 5 töhfə səxavət ilə İslama bağışlayıblar. Ən birincisi fəlsəfədir. Fəlsəfə mərifətlərin anasıdır, məfkurənin qaynağıdır, düşüncənin teorisidir. Fəlsəfə hər yerdə güclü olsa, orada aydınçılıq, işıqlıq, əqlaniyyət var. Fəlsəfə gücsüz, cansız olsa, orada oyanış, çırpınmaq olmayacaq. Bütün coşqunluqlar öncəlikdə bir ağır, zəngin fəlsəfəyə dayanır. Hər nə Əbu Nəsr Farabidən başlayır. İkinci töhfə Türk aləmindən İslam aləminə daşınan hikmətdir. İllər boyu Türklər ipək yoluna hakim olublar. İndi də ipək yoluna hakim olurlar. İpək yolunda ipəkdən, qumaşdan, dava dərmandan əlavə törənən hikmətə, fəlsəfiyə də malik idilər. Qutadğu bilik xası hacibdən dünyanın ən əski romanı Türk müsəlmanların milli hikməti sayılaraq bir örnəkdir. Hakimin yanında bir həkim olmalıdır. Bəşəriyyətin xeyr səlahına möhkəm qaydalar yaralda. Pir Abdal Osmanın yanında, Muhyiddin Ərəbi Ertuğrul'un yanında, Ağ Şəmsəddin Sultan Muhammed Fatihin yanında, Xası Hacib Yusuf Balasağonlu Boğraxanın yanında törəni, dəbi saxlayırdılar. Üçüncü, irfan ilə multikulturalizmidir. Tanrıya sevgi ilə yanaşmaq, ilgi qurmaq, məhəbbətlə özgə adamlarla davranmaq, asanlıqla bir-biri ilə geçinmək, özgə dinlərə, özgə dillərə yol vermək, bütün aləmə barış bağışlamaqdır. İslami irfan adlanan Türklərdən qalmış bir mirasdır. İslam təməddünü onu Türklərdən alıb, bağrına çəkib, bəsləndiribdir. Bu irfanın cövhərəsi eşq ya sevgidir. Eşq qavramı türklərdən, şamanizmidən, yada okulundan İslama, xaç düşüncəsinə də axıbdır. Xacı Əhməd Yəsəvi, Pir Türkistan, Mevlana Cəlaluddin, Şəms-i Təbrizi, Yunus Emrə, Vəli Bəqtaş, digərləri bu konuda yerləşirlər. Dördüncüsü, elmin metodolojisidir. Bilimlə təcrübənin nə ilgisi ola bilər? Əbu Reyhan-ı Biruni, Xarəzmi, Zəməxşəri və digərləri bu konuda parlaq ulduzlardılar. Beşincisi, ədaləti yaymaq ilə zülmə də qarşı çıxmaq, Türk məfkurəsini hökumət qurmaq məcburiyyətində salır. Hökum sürmək, qüdrəti, gücü yasalaşdırmaq, qaydaya çəkmək, Türk düşüncəsində ağır, yüksək, önəmli qavram daşıyır. Qüdrət teorisi Türk məfkurəsində dünyada ədaləti yaymaq, zülmə qarşı çıxmaqdır. Barış, ədalət, rifah dünyaya bağışlamaqdır.
Bu ön sözlərdən sonra Farabidən danışmalıyıq. Əbu Nəsr Muhammed ibn Tərxan Üzlər Əl-Farabi Ət-Türkiyyül-Həkim Əl-Məşhur Sahib-ül-Təsanif fil-Məntiq vəl-Musiqa və qeyrihima minəl-ilm kana rəculən Türkiyyən vulidə fi bəldət Farab və nəşəbiha. Əbu Nəsr Muhammed Üzlərli Tərxanın oğlu Farabi türk tanınmış bir həkim, çoxlu kitablar məntiqdə, musiqidə, sair elmlərdə yazmışdır. Hər zaman, hər halda türkü paltar giyərdi, türkü börç qoyardı. Yaqut Həməvi Mucamul Buldanda, Xansari Rozatul Cənnətdə Farabini türk bilibdi. Belə alınır, Farabinin türk olmasında heç bir quşbu yoxdur. Bu əsasda necə keçək Farabini fars bilən bir sıra qərəzli alimlərdən, uqdəli mühəqqiqlərdən, İslam dünyasının ən birinci, ən böyük filsufudur. Həm fəzli təqəddümü vardır, yanı hamısından qabaqdır, həm də təqəddümü fəzli vardır, yanı elmidə, fəlsəfədə hamısından yüksək zirvədədir. Bir kamil, mükəmməl fəlsəfi məktəbinin qurucusudur. Əl-Kendi Əndəlusda onunla bir zamanda yaşayarmış. Amma onun etkisini İslam aləminə bağışlayanmadı. Niyə ki, bir fəlsəfi məktəb quranmadı. Farabi bir fəlsəfi nizam yaraldıqdır. Xəta eləmənik desək, Əflutin batıda oynayan oyunu Farabi doğuda oynadı. Farabi İbn Sina'nın ustadı olubdur. İbn Rüşd ondan etki alıbdır. Ərəstu birinci müəllim adlansa da ona ikinci müəllim deyiblər. Toplumsal davranışığı da bilimsel yaşayışı kimi gözəl idi. Niyə ki, ən zahid, qane israf eləməyən bir insan olmuşdur. Bir bağı var imiş, orada bel vırıb maaşına tədbir eləyərmiş. Darğaların çıraqlarının işığında gecələr mütaliə eləyərmiş. Ağıl dövlətində şahlar kimi, gün məişətində fəqirlər kimi yaşayardı. Farabinin əlyazmaları çox olubdur. Hamısı da əlbəttə İslamı sevmək əsasında ərəbcədədir. O bütün sahələrdə kitab yazıbdır, qələm çalıbdır, tibbdən sevaya, onu da İbn Sina'ya bıraxıbdır. Dairətül Məarif yığmaqda, yazmaqda ən birinci türk müsəlman yazıcı olubdur. İhsaul Ulum bir Dairətül Məarifdir. Birinci dəfə kəlamla fiqhi bilim başlıqına artırıbdır. Onun metodolojisi İhsaul Ulumda Kaşqərli Mahmuda Divanul Lüğəti yığmaqda, yazmaqda bir örnək olubdur. Belə deyilibdir, Farabi məntiqdə, təsəvvür ilə təsdiq qavramını yaraldıqdır. Vacib, mümkün sözlərini də ora artırıbdır. Farabinin çalışmaları əxlaq qaynağını həmən əməli, əqli Xacə Nəsirə açıqdır. Cürət edə bildik. İslam aləmində heç bir düşüncə yoxdur. Farabinin orada bir izini, damğasını tapmayaq. Farabinin fəlsəfəsi siyasəti modon olubdur. Bu əsasda bir fikri nizam yaraldıqdır. Onun siyasətdə düşüncəsi Arau Əhlil Mədinətil Fazilə, Kitab-ı Siyasə, Siyasatul Mədəniyyə kitablarında gəlibdir. Mədinə sözü bir toplum olaraq o yerdir. İnsanın səadəti orada təmin olmalıdır. Farabi türkün düşüncəsini daşıyır. İllər boyu törədən qalan qaydalar, batıdan əlinə yetişən fəlsəfi düşüncələri birlikdə İslam aləminə miras kimi veribdir. Mədinə-i Fazilə türk müsəlmanlarının səadətə, fəzilətə çatdırmaqda bir utopiyadır. Bu kitab türk müsəlmanların siyasətçilikdə, idarəçilikdə ana fəlsəfəsidir. Türkün fəlsəfəsində Qızıl Almanın mərifəti təməlləri sayılır. Mədinə-i Fazilə nə deyir? Bu fəlsəfənin tanınmış 4 ilgilərdə Allah, təbiət, insan, vətəndaşlarla bağlı teorisi vardır. Bu fəlsəfədə Allah fəal mayeşa, malik, cəmil, əhəd, vahid, əzəli, əbədidir. Humanitar, əxlaqsəl, milli bir insan, türk dilinə, dinci bir insan, İslam şəriətinə dayanaraq törənir. Sonuçda bu fəlsəfədə humanitar insan təbiətə dost ana kimi baxır. Təbiətlə düşmançılıq ən hörmətsizlikdir. Vətəndaşlar bu fəlsəfədə Mədinə-i Fazilədə olan rəisin buyruğunun altında yaşamalıdırlar. Rəisdə də bir sıra sifətlər olmalıdır.
Bunlar təavun ya bir-birinə yardımcı olmaq əsasında Mədinə-i Faziləni qurmalıdırlar. Mədinə-i Fazilə dörd yanda düşmənlər ilə döyüş aparmalıdır. Cahilədə, fasiqədə, mütəbəddilədə, zallədə. Bu fəlsəfə bütün batı fəlsəfələri ilə, bir sıra təvəhhümlü, yuxu gətirən xasiyyətsiz fəlsəfələrlə üzbəyüzdür. Doğu dünyası kapitalisti nizamın içində olarkən, elmidən, fəlsəfədən əmd olaraq kötü yararlanmaqla yırtıcı, talancı baxışlara malik oldu. Farabi Əl-Millə kitabında deyirdi, millət dil əsasında qurulur. Qobino kimi düşünmürdü ırqıcılıqda, millət yaralda dünyanı ota çəkə. Farabi Əl-Mədinətul Fazilə kitabında deyirdi, toplumu irəli sürməkdə iki şeydən asılmalıyıq. Rəis, öyrətmən. Mədinə-i Fazilənin bir cismi var, bir ürəyi. Rəis də o Mədinənin ürəyidir. Rəisdə də ərdəmlər, məqulatlar birlikdə bir yerə yığışıqdır. Toplumun mənəvi idarəçiliyi öyrətmənlərdən asılıdır. Toplumun maddi idarəçiliyi rəisdən. Əlbət, Ələmul Müəllimin də rəisdir. Rəis Farabinin düşüncəsində toplumun çırpınan ürəyidir. Rəis 6 sifət daşımalıdır. Ən birincisi hikmətdir. Rəis hikmət bilməlidir. Həkim olmalıdır, yəni möhkəm qaydalar bilməlidir. O qaydalar topluma zəfər gətirir. İkinci, törəni bilən, törəni qoruyan, törəni öyrədən olmalıdır. İyid ölər, törək qalar. Üçüncü, ədaləti yayan, bir sözü tez alan, düşünən olmalıdır. Dördüncüsü, gedişatı gözəl, xoşa gəlim ola, Mədinənin məsləhətini, mənfəətini hamıdan tez düşünə, tədbir eləyə. Beşincisi, güclü bəyanat danışığa sahib ola, xitabəsi güclü ola, bir karizmatik şəxsiyyətə malik ola. Altıncısı, savaşda, döyüşdə, masada, diplomatik diyaloqlarda cəsalətli, ürəkli, hünərli ola, orduların da başçısı olmalıdır. Farabi deyirdi, bütün sifətlər ola, hikmət olmaya Mədinə-i Fazilə həlakətə yürüyər. Çıxış yolu imanə, inanca sığınıb, masonik bilgi və tarixdən arınmaqdır. Türk İslam dünyasının rəisindən dünyanı 5-dən böyük olmasına, daha ədalətli dünyanın mümkün olmasına inanan öndərindən belə kutlu addım atmağa səmimiyyətlə təşəkkürümü bildirirəm. Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Heyəti Başqanı Sayın Binali Yıldırımdan və bütün bu kutlu yola xidmət edənlərdən, özəlliklə Sayın Döktür Əbdülqadir Güldən, Sayın Döktür Profesor Əli Qafqaziyalıdan təşəkkür edirəm. Bir istəyim var. Bu sempozyum başa çatdıqdan sonra ilk əməli addım Ərzincan Universitetində fəlsəfə ilə hikmət kürsüsünün yaradılmasıdır. Niyə ki, bu yol haqq yoludur. Haqq yoluna da davam gərək. Haqq sel kimi dəryaya axıb yol tapacaqdır. Daşatmaqla kimsə onu döndərə bilməz. Dünyada qaranlıqlar əgər birləşə bahəm, bir xırdaca şəmin işığın söndürə bilməz. Sağ olasın. Yok. Efendim sağ olun. Ağzınıza sağlık. Böyle Şehriyar'ın şehrinden. Olarak düşünüyoruz. Türk bölgesi olarak. Yani İran Tebriz bölgesini kastediyorum. Onunla